olacaqdır. Dostlar, hər kəs xoş gəlibdir. Necədir? Dostlar, məni Twitter'dan izləyə bilərsiniz. Bütün rəqiblər bəllidir. Barcelona ev, Arsenal səfər, Dortmund ev, United səfər, Villarreal səfər, Napoli ev, Praha ev, Viking səfər. Düzmüdür hamısı? Sabahın rəqibləri bəlli oldu dostlar. Hər kəs xoş gəlib dostlar. Vikinglə səfərdə. Bəli dostlar, indi sizdə bir sorğu paylaşım və sonradan davam eləyək. Gəlin birinci sorğumuzu sonlandıraq. Nə qədər səs var? Baxaq görək. 788 səs verən olubdur və çox insan 5-8 xal alacağını düşünür. Amma indi biraz daha məncə maraqlı olacaqdır. Gəlin ikinci səs verməni edək və sizlə birlikdə bir analizlə də başlayaq. Sabahın 8 rəqibi adlarını da yazacağam. Sabahın bütün rəqiblərin adlarını yazacağıq. Nətə yazacağıq? Baxaq görək. Barcelona, Arsenal, Dortmund, Barcelona, Arsenal, Borussia Dortmund, United, belə yazaq. Qısa yazaq ki, hamısını görsün. Villarreal, Napoli, Villarreal, Napoli, Slavia Praha, Viking. Praha, Viking. Neçə xal? Məncə ideal oldu. 1-3 xal. Biraz daha xal azaldaq. Daha az xal toplayacağını nəzərə alaq. 1-3 xal. 4-5 xal. 6-8 xal. Və 9 üzəri. 9 üzəri. Siz də neçə xal toplayar sabah? Dostlar, rəqiblərimiz bəllidir. Sizin suallara da evdə Dortmunda uduzmasa xoşbəxti gətirmədi, bəli. Düzdür, bəxt gətirmədi, amma bu biraz belədir. Yəni, işin həqiqəti çox çətin. Püş məsələsi elədir ki, yəni, Çempionlar Liqində asan rəqib yoxdur, amma sabaha da yəni bayağı çətin rəqib çox gəldi. Dostlar, yayımı bəyənib kanala abunə olmağı unutmayın, çünki yayınlarımız davam edəcək. Bu, yəni, hələ təzə və belə deyək, çox yayınlarımız olacaqdır ümumiyyətlə. Yadınızdan çıxarmayın. Biz şəkili də paylaşaq və Twitter'dakı yazını da paylaşaq və sizlərin də suallarına keçid alaq. Yayımı çox uzatmayacaq, amma sizin suallarınız varsa bütün suallara keçid alacağıq. Bəli dostlar, gəlin sizin rəylərinizi oxuyaq. Biraz sonra yayımı bitirəcəyik zaten. Bəli, analizimiz də davam eləyəcək. Müəyyən qədər söhbət eləyəcəyik, amma çox yayımı uzatmayacağıq. Dostlar, yayımı bəyənin, kanala abunə olun, başlayırıq.
Deməli, sizin rəylərinizdən başlayaq, sonra da öz fikirlərimi deyim. Barselona, Arsenal, Dortmund, Manchesterdən xalçdır. Manchester United-da razı deyiləm. Dortmunddakı dəyişkən komandadır. Əsas odur ki, kimlər gəlir, mən bəli, maraqlı oyunlar olacaq. Çox böyük təcrübə olacaq sabah üçün. Barselona, Arsenal, Borussia çox güclü komanda. Ondan sabah xal ola bilməz. Qalan komandalarda baxacağıq. Barselona, Arsenal, Dortmund, Manchester 0. Sən neçə xal gözləyirsən? Mən sizin rəylərinizi oxuyum, özüm də başlayacağam. Evdə Dortmunda uduzmasa, motivasiyanı pozmayaq. Bakıda baxmağa maraqlı komandalar gələcək, düzdür. 10 xal toplamaq. 10 xal nədir dostlar? Yəni 10 xal hər şey var futbolda, amma çox çətindir. Sabah 5 xal yığsa böyükdür məncə də. Dostlar, sabahın bütün rəqibləri bəllidir. Ekranda görə bilirsiniz. Vikingi bəlkə yaxşı görmürsünüz. Onun üçün də bəlkə belə bir şey eləyə bilərik. Bəlkə də bu daha yaxşı şəkil ola bilər ya. Bir saniyə. Bu daha yaxşı şəkil ola bilər. Nə deyirsiniz? Ya. Mən də görsənərəm və burada hamısı daha yaxşı görsənmiş olar. Yəni məncə mən öz fikirlərimi deyim, çünki rəy yazanların rəylərini oxuduq. Başqa nə var? Manchester United ay sənə heyran, Manchester öz paylasını özdə Çempionlar Liqasında biz baxaraq 10 xal yığacaq. Abunə olmaq da istəyirik. Dostlar, çox sağ olun. Dostlar, yayımı bəyənib kanala abunə olmayı unutmayın. Başlayırıq. Daha artıq yayından. Mən Barselona ev oyunu, yəni şans vermirəm. Arsenal səfər yəni çox çətindir. Amma təbii ki, bunların rəqib analizləri inşallah kanalda olacaq. Dortmund evə şans verirəm. Yəni xal ala bilərik, bəlkə qələbədə qazana bilərik. Mümkündür. Dortmund dəyişkən komandadır dostlar. Yəni sırf ona inanıram. Dortmund davamlı yaxşı performans göstərmir son illərdə. Yəni bu məncə böyük rol oynaya bilər. Yəni Dortmund bəzən yaxşı oynayır, bəzən çox pis gedir Dortmundda işlər. Digər komandalara gəldikdə United səfər çətindir, amma United dalğalı komandalardan biridir. Yəni mən məsələn Villarreal-la daha az ümidim var, nəinki United. Villarreal-a daha az ümidim var, nəinki United-a. İstəsiz belə deyim. Barsa, Arsenal, United və Napolidən xal çətindir. Napoli və Dortmunddan amma bəlkə. Napoli yəni Villarreal-dan daha asandır məncə yenə. Çünki izləmişəm bu komandaları deyirəm. Slavia Praha mümkündür. Qələbə də mümkündür. Viking səfər olması pisdir. Kaş ki Vikinglə evdə Slavia Praha ilə səfərdə oynayardıq. Süni ot və sair faktoru çox çətin edir. Amma Vikingin bu ilki oyunu necə olacaq bilmirəm. Çünki orada Bodo Glimtlə ikisi yarışdadır çox vaxt. Çox sağ olun. Fikoz sabah 2 qələbə 3 HC oynayacaq 9 xal. Çox çətin. Barselona yoxsa Arsenal? Məncə Barselona çətindir. Barselona kimi komandalar topla o qədər yaxşı oynayırlar ki, onlara qarşı oynamaq çətindir. Məncə Arsenal biraz necə deyirlər? Daha təxmin edilə bilər komandadır. Belə dostlar, sizin rəylərinizi də oxuyaq. Əslində yayımı çox uzadamayacağam, çünki yemək zət də yeməmişəm, işdən gəlib. Bu yayımı edirəm, gör saat neçə saatdır. Qarabağın oyunu neçə-neçədir dostlar? Yaxşı dediniz. Bütün nəticələrə baxaq. Beşiktaş 0-0'dır. Qarabağ 0-0. 52-ci dəqiqə 0-0. Bu nəticə bizi qrupdan çıxardır, amma asan oyun olmayacaq. Bizi mərhələyə atır, liqa mərhələsinə. Deməli, Qarabağ dedik, xaricdəyəm. Arsenal mənə görə İngiltərədə olacaq. Ona görə düşünək ki, İngiltərədə nağdı 5. Yenə də Arsenal daha təxmin. Barcelona udmaq şansımız nə qədərdir? 1%. 1% məncə yoxdur böyük ehtimal bookmakerlarda da. Mən 2 il İngiltərədə qalıram. Maçda əlbəttə sabah tutacam. Mən kaş ona oyuna gedə bilərdim.
Deyim baxım. Bilmirəm. Mən baxmıram oyuna. Dostlar, rəqibləri danışdıq, komandaları danışdıq. Başqa nələr qaldı danışmalı? İnşallah, bu oyunların həm analiz, həm oyun öncəsi canlı yayım, komandaların forum durumu ümumiyyətlə çox rol oynayacaq. Məncə, Yamar gəlir Bakı. Bəlkə də gətirmədilər Yamalı. Yama da ola bilər. Mən onu deyə bilərəm ki, bir dənə, komandaların forumu çox önəmlidir. Yəni məsələn deyirəm, Sabahla oynayanda Unitedın forumu pis getsə asan ola bilər. Amma United tutam ki, biraz özünü tutsa, yaxşı getsə daha fərqli ola bilər. İnşallah. Hansı kanal? Bilmirəm qardaş. Barselona şansımız belə deyil. Nə edər sadəcə. 1% mən dedim ki, 1% belə deyil. Böyük ehtimal bookmakerlarda da. 2 qələbə, 2 və ya 3 SSC. Baxa 6-8 xal gözləyənlər var sabahdan. Yəni Slavia Praha-la Vikingdən qələbə çox fərqli şeylər xəyal etdirə bilər. Çox fərqli nüanslar xəbər etdirə bilər. Arsenal. Düz yazmışam, elə deyilmi hamısını? Barcelona ev idi, Arsenal səfər idi, Dortmund ev, United səfər idi, Villarreal səfər, Napoli ev, Praha ev, Viking səfər. Məncə düz yazmışam hamısını. Elə xatırlayıram. Çox sağ ol, Mako. Mən də əslində gedib Qarabağın oyununa baxmaq istəyirəm. Barcelona şans 0.3. Bəli, mən də elə bir şey düşünürəm. Bəli dostlar, siz rəylərinizi yazın ki, belə deyək, canlı yayımı davam etdirək. Çünki 2 qələbə, Viking Praha. Yəni ən optimal onlardır. Villarreal mənə çox çətin gəlir. Düzü Villarrealın çünki bu oyununu görmüşəm. Dostlar, yayımı bəyənsəniz, kanala abunə olsanız dəstək olarsınız və canlı yayınlarımız davam edəcək. Rəqib analizlərimiz olacaq. Bir də başqa kanallar kimi deyil. Yəni biz həqiqətən Kadir dirəyə vurub. Bir də başqa kanallar kimi deyil. Yəni oyun analiz eləyəcəyik, biraz səmimi söhbət eləyəcəyik. Həqiqətən futbola baxan birisiyəm. Özüm məşqçi kimi burada işləmişəm Bonn şəhərində, Almaniyada. Daha çox futbolla içli dışlı çox izləyirəm. Açıqcası hətta bəzən ondan biraz sıxılıram, amma izləməyə də bilmirəm. Vikingin səfərdə olması çox pisdir. Viking kaş evdə olardı. Amma belədir. Futbol belədir. Dostlar, mən bunu pinli mesajları dəyişdim ki, qalsın. Yəni mənə qalsa, yəni ideal nə olar? İdeal 9-10 xal olar. Yəni ideal təbii ki 10 xal belə məncə idealdır. 10 xal böyük ehtimal çıxacaqdır. %90. Keçən il də elə oldu, ondan əvvəlki il də elə oldu. Amma bilmək olmaz. Yəni üstdəki komandaların qələbələri, aşağıdakı komandaların çox məğlubiyyəti çox şey dəyişə bilər. Mənə gəlir ki 10 xal yetərli olacaqdır ilk 24 üçün, amma yəni 10 xalın alına biləcəyi Slavia Praha ev ideala yaxındır almağa görə də, amma çox çətindir. Sağ olun dostlar, bəyənənlər də sağ olsun, paylaşanlar da sağ olsun. Oyunların vaxtı 6-cı gün. 6-cı gün inşallah bir daha yayımımız olacaq. Onu da kanalda paylaşacağam. Nə zaman oynanılacaq deyə bilinəcəkdir. Harda, nə zaman. İnşallah 6-cı gündə bir yayım olmasına çalışacağam. Oyun nə zaman olacaq? Yəni bunların da bir təsiri var. Bilmirəm, düzü yayına dəyərmi ona, amma bilmirəm. Sabah 6 xal qazansa bu Azərbaycan komandanın rekordu olacaq. Qarabağ yox. Qarabağ keçən 10 xal qazandı. Yox. Sabah Qarabağ keçən 10 xal qazandı mən bilən. Benfica qələbə, Kopenhagen qələbə, Ajax qələbə. Bir dənə Chelsea heç 10 xal. Bəli, Viking asan deyil. Düz dostum. Bunlarla səfərdə oynamaq çətindir. Təbii ki, hər şey var. Yəni məsələn mən sizə deyim, mənim gözlədiyim sürpriz nədir? Sürpriz. Yəni United səfər qələbə. İndiki halda təbii ki, United çox form tutar, şey olar. Bir dənə sürpriz United səfərdən nəsə gözləyirəm. Bir sürpriz Napoli evdən nəsə gözləyirəm. Yəni sürpriz deyirəm ha.
üçüncü sürprizdə Dortmund ev. Yəni bunlardan nəsə gözləyərəm, amma Villarreal səfərdən çox sürpriz gözləmirəm. Arsenal səfərdən, Barselona evdən. Yəni Barselona, Arsenal, Villarrealdan sürpriz gözləmirəm. İndiki halıyla təbii ki. Ya Manchester United belə deyək də, United baxımından da digər komandalara çox xal buraxan komandadır da, yəni çox qeyri-adi deyil, yəni United-ə qarşı. United-ın da qarşı hər şey ola bilər yəni. Yəni United-ın yəni belə deyək də, heç xal toplamaması, nə bilim, ilk 24-də qalmaması falan çox məncə qeyri-adi deyil. Ola bilər. Rezerv oynasa inanmıram. Barselonanı heç eləmək çox çətindir. Çox dinamikdirlər oyunda, çox hərəkətlidirlər. Oyun hər cür genişlədə bilirlər, hər cür hücum variantları var. Gordon çox yaxşı oyunçudur. Dostlar, gəl belə eləyək. Salam dostlar. Kadi vurdu. Görsənmir axı. Sizlər sağ olun dostlar. Salam, salam. Gəlin belə eləyək. Mən sizdən bir dəfə istəyim, sonra bir dəfə də sonda bəyan istəyərəm. Dostlar, mən də gəlib Qarabağın ən azı son dəqiqələrinə baxa bilsəm, biraz evdə danışım. İşdən gəlib yemək falan yeməmişəm Almaniyada. Günorta yeməyi də yeməmişəm. İnşallah danışarıq. Deməli, bunun ümid edirəm ki, 6-cı gün bilinəcəkdir nə vaxt oynayırlar. Onu da yayın etməyə çalışacağam. İndidən siz yayını bəyənib kanala abunə olmaq yadınızdan çıxmasın. Birinci məsələ. İkinci, analizlər, rəqib analizləri, canlı yayınlar olacaq və daha plan var ki, biraz futboldan bilən, futbol izləyənlərlə belə bəzi canlı yayınlar etməyi ümid edirəm ki, edə bilərəm sizdə. Sizlərdən də birinizlə və yaxud da başqa tanışlardan olsa onları edəcəm. Mənim düşüncəm, yəni 10 xal olması ideal olar, amma çox çətindir. Yəni böyük ehtimal keçən il mən düzüb Qarabağ üçün də 6-7 xal ətrafı bir şey demişdim, amma çox çətin idi. Qarabağ gol vurdu. Qarabağ gol vurub. Dəhşət. Elə əsas heyət oynatma bir şey dəyişməyəcək Barselonanın. Dostlar, mən də deyim Qarabağın oyununa. Baxın, çox az qalıb. Zaten Qarabağı da keçmişik. İnşallah danışarıq. Yəni 6-7 xal yəqin ki çox ideala yaxındır açığı bu belə bir şeydən. Amma United'ın performansı, Dortmund'un o zamanki performansı məncə bizim üçün həlledici olacaq. Ümid edirəm ki, yaxşı oyunlar olar, bütün analizlər, hər şeylər olacaqdır bütün bu kanalda. 6-cı gündə inşallah oyunların vaxtı çıxsa onları da biraz danışarıq. Amma ona da ən az vaxtların və s. bəlirli olması ilə. Özünüzə yaxşı baxın. Sağ olun, siz də Allaha əmanət olun. Biz son sorğu nəticəsinə baxaq və insanlardan bir bəyəni və abunə istəyib yayımı sonlandıraq. Son səsvermə də azdır. 50 səsdir, 1-3 xal. Ən çox deyən insan 1-3 xaldır. Yəni çətin bir püştür. Özünüzə yaxşı baxın, inşallah danışarıq. Ümid edirik ki, Qarabağ və sabah Qarabağ inşallah keçsin, qruplara qalsın. Konfransda məncə Qarabağın da şansı var. İnşallah daha yaxşı nəticələr görərik. Uğurlar komandalarımıza. Mən məşqçinin oynatdığı oyuna, sabaha çox güvənim var. Yəni amma çox çətindir Çempionlar Liqasında irəliləmək. Hər halda çox yaxşı oyunlar izləyəcəyimizi düşünürəm, amma qələbə qazanmaq üçün yəni inşallah 1-2 transfer olar heç olmasa o vaxta qədər. Cinah 9 nömrə və müdafiə məncə çox önəmlidir. Mərkəz müdafiəçisi məncə Cinah çox önəmlidir və 9 nömrə bir dənə çox önəmlidir. İnşallah bunlar da olar. Dostlar, sırf bu hissəni ayrı da paylaşacağam. Baxarsınız, kanala abunə olmaq, yayını bəyənmək mənim üçün önəmlidir. Kanalın böyüməsi üçün sizdən bunu ara-ara təşkil edəcəm.